Görəsən, belə bir vaxtda indi biz necə baş çıxardaq? Ki, biz demişdik, bu Rəcəb ayı, müqəddəs aylardır. Buradan çıxdıq, ətrafa tamaşa elədik, təzdən qayıdırıq. Neynəmək lazımdır? Təbii ki, Allahla mənəvi ruhumuzun təminatçısı olan Rəbbimizlə mənəvi ünsiyyət, rabitə yaratmaq lazımdır. Ki, o rabitəni də təmin edəcək xüsusiyyət nədən ibarətdir? Nə ola bilər? Təbii ki, dualar, belə bir ayda zikirlər, oruç tutmaq, sədəqə vermək, ətrafındakıların qayğısına qalmaq mənəvi rabitəmizi tarazlığın qorunmasına xidmət göstərir. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur, Adəm oğlu malım deyər, amma onun malından ancaq yediyi, geyindiyi və Allah yolunda sərf etdiyi qalır. Nə yemisənsə o qədər bil ki, yeyə biləcəksən, nə geyinmisənsə o qədər geyinə biləcəksən. Hansı məkanda qalırsan, bir o qədər yerdə qalacaqsan. Ondan artığın çalış ki, ətrafındakilara da xeyir dəysin. Yəni, digərlər, özündən başqalarını da nəzərə al və Allah yolunda sərf eləməyi bacar. Ona görə dedik ki, belə bir dövrdə, bu keşməkeşli dövrdə, qarışıq bir dövrdə baş çıxartmaq üçün insan ancaq mənəvi ünsiyyət üçün bu ayların feyzindən istifadə eləməlidir. Bu 3 mübarək ayın feyzindən insan çalışıb istifadə eləməlidir. Necə ki, Həzrət Əli əleyhissalam ifadəsi ilə desək, Rəcəb ayı insanı qəflətdən oyadan aydır. Həzrət buyurur, Rəcəbun şəhrud tənbih minəl qafləti. Rəcəb qəflətdən oyandıran aydır. Yaxud başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, kim Rəcəb ayında istiğfar eləyərsə, Əstəğfirullahəl-ləzi la ilahə illə huvə və ətubu iləyh. Belə deyərsə, tutalım onu deyə bilmir, Əstəğfirullahə və əsəlhud təvbə. Onu deyə bilmir, Əstəğfirullahə Rabbi və ətubu iləyh. Bildiyi kəlmələrlə istiğfar diləyərsə, buyurur, Kətəbəllahu ləhul məğfirəh. Allah onun üçün bağışlanma yazar. Bax, belə bir əzəmətli ayda yaşayırıq. Yaxud İmam Sadiq əleyhissalam başqa bir hədisdə buyurur ki, bu ayın əzəmətinə işarə ilə buyurur ki, şəhrul Rəcəb, Rəcəb şəhrul istiğfar, Rəcəb istiğfar ayıdır, fələ tuəxxirut tavbətə fi. Ona görə də belə bir ayda tövbə etməyi gecişdirməyin. İmam Baqir əleyhissalam buyurur ki, İnnəlləhə yunədi fi kulli yevmin min Rəcəb ənə cəlisu mən cələsəni və muti'u mən ətə'əni. Allah Teala bu Rəcəb ayının hər günündə nida eləyər yer üzünə, yer əhlinə. Allah Rəcəb ayının hər günündə nida eləyər ki, mən məni xatırlayanın yoldaşıyam. Kim mənimlə oturub durarsa, məni xatırlayarsa, mən də onunla oturub duraram, yəni mən də onu xatırlayaram. Sonra vurur, mənə itaət eləyənin yardımcısıyam. Kim mənə itaət eləsə, mən ona yardımımı, köməyimi göndərərəm. Bax, belə bir aydır. Yaxud İmam Musa Kazım əleyhissalam buyurur ki, Rəcəb Allahın ayıdır və istiğfar ayıdır. Sonra buyurur, fəmən təməssəkə fihi bihablillah vuqyə min azəbi. Kim belə bir ayda, bu ayda, Rəcəb ayında Allahın ipinə sarılarsa, onun əzabından amanda qalar. Bax, belə bir əzəmətli bir aydır. Bəs Allahın ipi nədir? Allahın ipi müxtəlifdir. Allahın ipi tövbə də ola bilər, dua da ola bilər, Quran da ola bilər, Peyğəmbər də ola bilər, Əhl-i Beyt əleyhimussalam. Ki, bunların vasitəsindən insan bunlara sarılmaqla Allahın əzabından bu ayda nicat tapmış olar. Yaxud İmam Sadiq əleyhissalam buyurur, bu ay, Rəcəb ayı çox əzəmətli bir aydır. Yuza'afullah fihil həsənət. Niyə əzəmətlidir? Səbəbini açıqlayır. Deyir, Allah Teala bu ayda yaxşı əməllərin savabını qat-qat artırar. Sanki yaxşı iş görməyə çağırır bizi. Və bundan sonra gələcək ayın adı isə Şaban adlanır. Şaban ayı haqqında əziz Peyğəmbərimiz Salavatullah bizə xatırlatma eləyir. Necə ki, Rəcəb ayı deyir ki, insanı qəflət yuxusundan oyadır. Peyğəmbər Salavatullah da Şaban ayı haqqında buna oxşar, buna bənzər ifadəni işlədir. Buyurur ki, Zəlikə şəhrun yəxfulun nəsu anhu beynə Rəcəb və Ramazan. Bu elə bir aydır ki, Rəcəblə Ramazan ayının arasında yerləşir.
İnsanlar, maraqlı bir ifadə, insanlar ondan qəflətdədirlər. İnsanlar ondan qafil qalıblar. Sonra buyurur, وَهُوَ شَهْرٌ تُرْفَعُ فِيهِ الْأَعْمَالِ Şaban elə bir aydır ki, əməllər Allah dərgahına, aləmlərin Rəbbinə tərəf ucalar. Sonra Həzrət öz fikrin münasibətini bildirir. Buyurur, فَأُحِبُّ أَنْ يُرْفَعَ عَمَلِي وَأَنَا صَائِمٌ Mən istəyərəm ki, Peyğəmbər sallallahu buyurur, mən istəyərəm ki, bu ayda oruç tutduğum halda əməllərim Allah dərgahına ucalsın. Yəni, həm yaxşı işlər görüm, həm onu oruç tutduğum halda edeyim ki, bu halda Allaha əməllərimin yüksəlməsini istəyirəm. Yaxud, digər bir hədisdə İmam Baqir əleyhissalam buyurur ki, Şaban ayının ortası gəlib çatarsa, 14-dən 15-inə gecən gecə, ki, ən əzəmətli gecələrdən biridir. Buyurur, Şaban ayının yarısının gecəsi göydən bir nida gələr. Nida eləyən carçı bir car çəkər ki, Həl min təibin fəyyutəbə aleyh Tövbə eləyən varmı tövbəsi qəbul olunsun? Yaxud başqa bir hədisdə buyurur ki, daha geniş şəkildə buyurur, Mən yəd'unəni fəəstəcibə ləh O kimdir ki, məni çağırsın, mənə dua edib çağırsın, onun duasına cavab verim həmin gecədə. Mən yəstəğfiruni fəəğfirəlləh. Kim mənlə bağışlanmaq diləyər, onu bağışlayayım. Mən yəsəluni fəəatiyə. Kim mənlə bir şey istəyər ki, mən onu ona əta eləyim. Sanki Allah Taala özünə tərəf çağırır, özünə tərəf dəvət edir. Nəhayət Ramazan ayı haqqında da Həzrət Əli əleyhissalam buyurur, Əfdalu şuhur şəhru Ramazan. Ayların ən fəzilətlisidir Ramazan ayı. Fəinnəhu şəhru lə yuşbihuhu şəhr. Çünki elə bir aydır ki, Ramazan. Ona heç bir ay bənzəməz. Bax, belə bir aylara doğru gedirik. Başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, Ramazan ayı Allahın bəndələrinin Allahla əhdi təzələdiyi aydır. Şəhru Ramazan, şəhrul əhdi məallah. Ramazan ayı Allahla əhd, peyman ayıdır, əhdlərin yeniləndiyi aydır. Yaxud İmam Baqir əleyhissalam başqa bir formada ifadə edir. Bu şəhru Ramazan lə yuşbihuhu zaman. Ramazan elə bir aydır ki, heç bir zaman onunla müqayisə oluna bilməz, ona bənzəməz. Hətta İmam Baqir əleyhissalam buyurur ki, İzə dəxələ şəhru Ramazan, nazarallahu ilə xalqi. Ramazan ayı daxil olanda Allah Taala öz bəndələrinə xüsusi bir lütflə nəzər salar. İmam Sadiq əleyhissalam buyurur ki, likulli şeyin vaxtun, hər bir şeyin öz vaxtı var. Öz vaxtı var. Və vaxtur riqqətə şəhru Ramazan. Ürəklərin də, qəlblərin də riqqətə gəldiyi ay Ramazan ayıdır. Qəlblər həmin ayda yumuşalır. Allah Taala yumuşaqlıq bəxş eləməklə özünə tərəf, dinə tərəf, imana, mənəviyyətə tərəf dəvət edir. Allahın bir izzət cəlalı xatirinə bu aylarda bizi müvəffəq olan bəndələrdən eləsin, faydalanıb Allahın rızayətinə nail olanlardan eləsin.